Salam hörmətli tamaşaçı. Dünyada bütün diqqət bu gün universitetlərə yönəlib. İstedad axtarışı üzərində olan bu diqqət universitetlərdən yeni yanaşma, çevik alqoritmik təfəkkür və həm də sözün müstəqim mənasında yeni universitet düşüncəsi tələb edir. Biz bu gün yeni universitet və ali təhsilin üzərinə düşən öhdəliklərlə bağlı dünyanın top 10-luğunda qərarlaşan universitet məzunları, Harvard Universitetinin məzunu, eyni zamanda Ada Universitetinin prorektoru Emin Hüseynovla, Oxford Universitetinin məzunu, eyni zamanda Azərbaycan Universitetinin rektoru Fərid Əhmədovla danışacağıq. Bugün universitet haqqında danışmaq iki qat məsuliyyət tələb edir. Çünki artıq biz post-neft dövrü haqqında danışırıq və artıq bucaqlar belə müəyyənləşir ki, növbəti illərdə inkişafın perimetrləri necə cızılmalıdır və bunun da üzərinə düşən əsas missiya təbii ki, universitetlərdə qoyulur. Sizcə bizə hansı universitet lazımdır? Bu biraz ritorik sualdır həm də. Mənim anlamımda bizə elə bir universitet lazımdır ki, o universitet demək güclü, kritik, qiymətləndirmə, düşüncə tərzini aşılayan bir insan kapitalını yetişdirə bilsin. Bizə belə bir universitet lazımdır. Hesablamalara görə növbəti 30 ildə baş verəcək dəyişikliklərin miqyası bizdən öncəki 300 ildəkidən daha artıq olacaq. Və bu miqyası göz önünə gətirəndə doğrudan da insanın tükləri bəzən biz olur və bizi nə gözləyir deyə düşünsək, yəni dinamikanın o trayektoriyası. Belə bir ortamda universitet nəyi hesablaya bilməlidir? Sizin o ritorik sualın daha dəqiqləşdirilmiş formasıdır. Əgər Emin müəllim makro səviyyədə universitetlərin əhəmiyyətindən danışdığı halda, mən onların mikro səviyyədə əhəmiyyətini vurğulamaq istəyirəm ki, universitetlər bugünkü gündə və sizin sualınız kontekstində çox vacibdir ki, dinamik universitetlər olsun, çevik universitetlər olsun. Çeviklik bazarın daim dəyişən tələblərinə uyğunlaşa bilən universitetlər olmalıdır. Hal-hazırda Azərbaycanda və ümumiyyətlə post-sovet məkanında olan universitetlər daha çox statik idarə etmə üsullarına söykəndiklərindən bazarda yeni, çevik baş verən dəyişikliklərə uyğunlaşa bilmirlər. Yəni, bu nöqteyi nəzərindən mərkəzləşmiş idarə etmə metodlarının tətbiqi, yəni inzibati, aşırı inzibatçılığın və bu post-sovet məkanında Azərbaycan da bura daxildir, aşırı inzibatçılıq, həm qanunvericilik nöqteyi nəzərindən aşırı inzibatçılığın olduğunu nəzərə alaraq, universitetlər istəsələr də bazarda yeni dəyişikliklər, bazarın yeni çağırışlarına uyğunlaşa bilmirlər. Şübhəsiz ki, burada ən vacib yeni menecerlərin, yəni universitet menecerlərinin ortaya qoyulmasıdır, ortaya çıxmasıdır. Hansılar ki, yeni trendlərin, iqtisadiyyatda baş verən, yeni trendlərin anlayıb, onlara uyğun, o trendlərə uyğun inzibati universitetlərin idarə etməsini quracaqlar. Yəni, çox vacibdir ki, Emin müəllimin də qeyd etdiklərində bunu biz görə bilərdik ki, universitetlər, təhsil sistemi vakuumda inkişaf edə bilməz. Təhsil sistemi, xüsusən ali təhsil, mütləq industriya ilə əl-ələ inkişaf etməlidir. Yəni, industriyada inkişafı görüb, industriyada baş verən dəyişiklikləri görüb, anlayıb, ona uyğun bazar araşdırması aparıb universitetlər və ona uyğun yeni ixtisaslar yarada bilməlidir. Hansı ki, bazara tələbatına uyğun məhsul istehsal edə bilsin. Məhsul dedikdə məhz həmin insan resursundan söhbət gedir. Yəni, bizim universitetlərin bazara buraxdığı məzun bazarın tələblərinə uyğun olmalıdır. Bu nöqteyi nəzərindən universitetlərimiz çevik ixtisas açma, çevik ixtisas bağlama imkanlarında olmalıdırlar. Hansı ki, bugünkü gündə post-sovet məkanında və Azərbaycan da daxil bir qədər çətindir. Mən düşünürəm ki, iqtisadiyyatımızın liberallaşması, hansı ki, bugünkü gündə ölkə rəhbərinin əsas prioritetlərindən biridir və son dövrdə qəbul etdiyi sərəncam və fərmanlardan da biz bunu görə bilərik ki, ölkə rəhbəri iqtisadiyyatın liberallaşmasına yönəlmiş bir neçə addımlar atıb. Hesab edirəm ki, bu kontekstdə də təhsil də liberallaşmalıdır. Çünki iqtisadiyyat liberallaşdıqda, təhsil statik qaldıqda mümkün deyil. Yəni ki, bunlar bir-birindən ayaqlaşmalıdırlar. Bizim Böyük Britaniyada LSE-də oxuyan
magistr tələbəmizlə bir Skype-la danışırdıq. O maraqlı bir ixtisasda oxuyur. İnkişaf etməkdə olan ölkələrin siyasi iqtisadı ixtisasına oxuyur. Yəni mənim üçün çox maraqlı gəldi ki, bu necə olur bu ixtisas? Yəni bunun adı belə deyək. Dünyada baş verən bu dəyişikliklər fonunda ixtisaslarımızı necə çevikləşdirməliyik, yaxud da ki, necə dəyişməliyik, yəni nələri açmalıyıq ki, bu bizə bu gün real müstəvidə daha çox lazımdır. Bununla bağlı hansı təkliflər var? Mən sizə açıq deyim ki, mən hesab edirəm ki, bu heç də asan bir vəzifə deyil. Yəni bəli, səslənəndə çox məntiqli, çox düzgün. Amma bu məsələyə biz təkcə universitetin, konkret bir universitetin kontekstindən deyil, həm də siz düzgün vurğuladınız. Bizim o gəncimiz də, orada o təhsilini alan gəncimiz də yəni ki, bu aspektlərdən onu maraqlandırıb. Ölkələrin konteksti var, ölkənin inkişaf səviyyəsi var və inkişaf mərhələsi var. Bu kontekstdən məsələyə baxsaq, çoxlu institusional məsələlər çıxır üzə. Yəni burada tək siyasi deyil, burada iqtisadi və həm də dəyərlər, mənəvi məsələlər var burada. Yəni təhsilə verilən önəm, təhsilin bir dəyər kimi qəbul olunması nə dərəcədə əhəmiyyətli hesab olunması, yəni ona dəyərmi, ona investisiya qoyun. Bu müxtəlif ölkələr buna müxtəlif səviyyələrində olanda sual versəniz, onlar müxtəlif cür cavab verəcəklər və coğrafi məkandan, onun inkişaf demək tarixindən, qarşılaşdığı problemlərdən çox şəxsidir. Universitetdə belə deyək, o keyfiyyətli məhsulun yetişdirilməsi üçün demək istehsal olunması üçün dırnaq şərsi altında keyfiyyətin təmin olunması sistemi otursun. Universitetin konkret viziyası olsun, yəni strateji baxışı olsun, strateji məqsədləri olsun, ən azından yaxın 5 ildəki maliyyə dayanıqlığını dəqiq təsəvvür eləsin. Bütün bunlar da vacibdir. Bu gün siz indiki şəraitdə hansı ixtisasların açılmasının zərurliyini duyursunuz ki, bu bizim üçün həyati vacib məqamdır, məsələlərdir ki, Azərbaycan inkişafına öz təkanı verə bilər. Belə bir ixtisaslarla bağlı bir düşüncə varmı? Universitetə daxil olmuş tələbə, deyək ki, bakalavr səviyyəsinə daxil olmuş tələbə, universitetdə bir 4 il, bizim halda 5 il təhsil almalıdır. Ondan sonra əgər bu magistr səviyyəsində öz təhsilini davam etdirirsə, bu da hardasa il yarım, 2 il davam etməlidir. Bu oldu hardasa bir 7 il. Və əgər doktorantura səviyyəsində öz təhsilini davam etdirəcəksə, bu hardasa bir 4-5 ildə orada demək təhsilini davam etdirməli ki, tam belə deyək, yüksək ixtisaslı bir kadra çevrilsin. İndi doktorantura o qədər də belə deyək də xüsusi hal olduğu üçün deyək ki, magistratura səviyyəsində götürək. Demək 7 il tələb olunur ki, insan keyfiyyətli təhsil sistemindən çıxaraq, keçərək bazara yüksək ixtisaslı bir kadr kimi daxil olsun. Yəni ixtisaslaşmış, əlində sənəti olan, o sənəti düzgün tətbiq eləmək üçün düzgün kompetensiyaları olan bir demək kadr kimi, insan kapitalı kimi bazara daxil olsun. Onun daxil olduğu bazar 7 ildən sonra indiki bazardan fərqli ola bilər. Azərbaycan iqtisadiyyatının çox özünə məxsus xüsusiyyətləri var. Azərbaycan bazarının, iqtisadiyyatın və burada bizim danışdığımız əlbəttə ki, təkcə Azərbaycan bazarından getmir. Amma sizin sualınız Azərbaycan iqtisadiyyatı olduğu üçün bilirsiniz ki, Azərbaycan neft və qaz ölkəsidir. Azərbaycan iqtisadiyyatının böyük bir hissəsi neft qaz istehsalı, tarixən neft qaz istehsalı üzərində qurulub. Və biz bir iqtisadiyyat olaraq bu sektorun inkişafından, onun yaratdığı gəlirlərdən çox asılıyıq. Həm ixrac baxımından, həm belə deyək, büdcə baxımından, həm iqtisadi yaradılan əlavə dəyər baxımından və sözsüz ki, bu sektorda gedən proseslərin necə inkişaf eləyəcəyi yaxın 7-10 ildə çox önəmlidir. Və hal-hazırda beynəlxalq bazarda demək neftin dünya qiymətinin aşağıya doğru demək hərəkət etdiyi bu artıq hamıya məlum bir faktdır və neftdən bir resurs kimi neft və qazdan asılı olan ölkələrin bu prosesə nə qədər həssas olduğu da bəllidir. Sözsüz ki, Azərbaycan iqtisadiyyatda bunun təsirindən demək ötüşməyib və hal-hazırda bizdə iqtisadiyyatda gedən proseslər bunun bariz nümunəsidir. Azərbaycan iqtisadiyyatı sözsüz ki, öz əsas diqqətini Cənab Prezidentin demək verdiyi strateji və taktiki təlimatlara uyğun olaraq
yönəldib daha çox qeyri-neft sektorunun inkişafına və iqtisadiyyatın şaxələnməsinə. Azərbaycanda qeyri-neft sektorunun inkişafı dedikdə, bu çox məşhur bir sözdür, populyar bizə hamı qeyri-neft sektorundan danışır. Amma sizin dediyiniz kimi çox diqqətli olmaq lazım ki, hansı qeyri-neft sektorundan gedir? Nədir o qeyri-neft sektoru? Və burada da Azərbaycanın həm iqtisadi, tarixi, sosial, mədəni kapitalının təbiəti, coğrafi mövqeyi, şəraiti və müqayisəli üstünlükləri nəzərə alınmalıdır. Sözsüz ki, biz belə deyək, indi olduğumuz yerdən bir gecə ərzində başqa bir yerə, böyük fərq olan bir yerə gedə bilmərik. Harvard Universitetinin professoru, demək vaxtilə Inter-American Development Bank'ın baş iqtisadçısı olmuş Professor Ricardo Hausman'ın çox məşhur bir nəzəriyyəsi var. Qəribə də olsa, nəzəriyyənin adı Meymunlar və Ağaclar nəzəriyyəsidir. Yəni, əgər ağacları iqtisadiyyatın bir sahəsi kimi nəzərə alsaq, hər hansı bir sahəsi kimi, deyək ki, neft sektoru və yaxud rabitə sektoru və yaxud kənd təsərrüfatı sektoru, o ağaclarda oturan meymunları həmin sahədə fəaliyyət göstərən firmalar kimi nəzərdə saxlasaq, neft sektorunda hal-hazırda oturmuş meymunun obrazı desək, deyək ki, yüksək texnologiyalar istehsal eləyən ağaca qonması, yəni ora tullanması mümkünsüz görsənir hal-hazırda. Nəyə görə? Çünki o ağac bu ağacdan çox kənarda yerləşir, böyük bir məsafədə yerləşir. Bunu, məsələn, biz Finlandiyanın təcrübəsində görə bilərik. Finlandiya çox yaxın keçmişdə sadəcə olaraq ağac məhsulları, kağız istehsal eləyən bir kənd təsərrüfatı ölkəsi idi. Amma o ağacları kəsmək üçün istifadə olunan mexaniki mişarların yavaş-yavaş elektrik mişarları ilə əvəz olunması və mühəndisliyə qoyulan, mühəndisliyin tədrisinə, təhsilinə qoyulan investisiyalar, iqtisadiyyatın yavaş-yavaş sənayeləşməsi, bu kağız istehsal edən ağacdan Nokia istehsal edən ağaca qədər ayrı-ayrı ağacların yetişdirilməsinə gətirib çıxartdı. O meymun da, həmin o firmada çox rahatlıqla bu ağacdan o ağaca, o ağacdan o ağaca və nəhayət gəlib elə bir ağaca tullandı ki, artıq iqtisadiyyat tamamilə Nokia kimi yüksək, belə deyək, telefon, telekommunikasiya avadanlıqları kimi yüksək texnologiya istehsal edən bir iqtisadiyyata çevrildi. Və bugün hamı Finlandiyanın təhsil modelindən danışır. Yəni, iqtisadiyyatla təhsilin əlaqəsini bu nümunə çox yaxşı göstərir. Əlbəttə ki, bugün deyə bilərsiniz ki, Nokia o qədər də məşhur bir brend deyil telekommunikasiya bazarında. Amma o bazar o qədər dinamikdir ki, bugün birinci olan sabah axırıncı yerdə ola bilər. Və bu dinamik dəyişən bir bazardır ki, bu bizim bütün sektorlar üçün doğrudur. Yəni, demək istədiyim amil odur ki, bugün Azərbaycan iqtisadiyyatının ixtisaslaşmış olduğu neft və qaz sektorunun olması o demək deyil ki, Azərbaycan nə vaxtsa yaxın bir 10 ildə, 20 ildə bu regionun Koreyası olmayacaq. Bu regionun ən azından Malayziyası olmayacaq. Bu regionun belə deyək də Hindistanı olmayacaq. Bu ola bilər. Bu sadəcə Fərid müəllimin dediyi kimi qarşıya qoyulmuş məqsəddən, əsas prioritet kimi seçilmiş strateji istiqamətdən və bura ayrılan resurslardan, ayrılan diqqətdən çox şey asılıdır. Məqsədyönlü əgər bir proqram tipli bir demək həyata keçirilsə bu tədbirlər, əlbəttə bu baş verəcək. Mən çox fərqli düşünürəm o insanlardan ki, onlar belə bir termin var ki, təslimçilik mentaliteti ilə çıxış eləyirlər. Əşi Azərbaycanda bu mümkün deyil. Əşi Azərbaycanlı bunu eləyə bilməz. Əşi bu bizim millətimizin qanında yoxdur. Yəni belə mən fikirlərdən çox uzağam. Mən hesab edirəm ki, nə o Harvardın, nə o Amerikanlının, nə o Yaponun bizdən qeyri-adi fiziki olaraq və yaxud əqli olaraq heç bir qeyri-adi üstünlüyü yoxdur. Biz də onu, bizim insan da onu eləyə bilər və bizim insan ondan da yaxşısını eləyə bilər. Çünki onlardan bəlkə də fərqli olaraq bizim insanda bütün bunlarla yanaşı həm də çox güclü sahibkarlıq belə deyək, mentaliteti və bacarığı var.
Ona görə mən hesab edirəm ki, əgər gələcəyə baxsaq, Azərbaycanın coğrafi şəraitini də nəzərə alsaq, mən Azərbaycanda sözün açığı iki əsas sahəni sözsüz ki, bu mənim subyektiv fikrimdir və bunun üçün xüsusi bir ətraflı araşdırmalar aparmaq lazımdır. İki əsas sahəni mən potensial olaraq çox güclü tələb olacağı bir sahələr kimi görürəm. Bunlar birinci növbədə nəqliyyat sektorudur, nəqliyyat və təchizat sektorudur. Çünki Azərbaycan elə bir coğrafi məkanda yerləşir ki, şərqdən qərbə, qərbdən şərqə və şimal-cənub istiqamətlərində bir çox nəqliyyat daşımaların düz ortasındadır. Və bizim bunlar üçün yaratdığımız şəraitdən biz çox məharətlə istifadə edə bilərik. Bunu hesab edin ki, çox böyük bir buna səy də lazım deyil. Yəni müəyyən tədbirlər görülür. İkincisi isə informasiya texnologiyaları və yüksək texnologiyalar, informasiya texnologiyaları. Bunu ona görə deyirəm ki, bu sahələrdə ən vacib olan determinant insan zəkasıdır. Fərid bəy, elə Nokiadan danışmışkən məndə belə deyək, olan informasiya görə təkcə Nokiadan Finlandiyanın əldə etdiyi gəlir, yəni bundan bir neçə il öncə bütün neft satan belə ölkələr, ərəb ölkələrinin qeyri-neft xaric bütün ixracatından daha artıq məhsul qazanmasına səbəb olurdu. Və belə ola bir halda siz universitet rəhbəri kimi, yenə də əvvəlki sualım üzərinə qayıdıram. Hansı ixtisasların açılmasını istərdiniz? Amma bugün onu eləmək bəlkə də hansı səbəblərdə mümkün deyil. Sözünüzə qüvvət olaraq və Emin müəllimin sözünə qüvvət olaraq gəlirin əldə olunmasının iki mənbəyi var. Ya yerdən çıxmalıdır, ya da başdan gəlməlidir. Şübhəsiz ki, daimilik nöqteyi nəzərindən, dayanıqlıq nöqteyi nəzərindən ikincisi daha dayanıq, daha üstündür. Çünki yerdən çıxan tükənən resursdur, zəka isə tükənməz bir resursdur. Universitetlər özləri üçün ilk sualı verməlidirlər ki, bazarın hansı segmentin ələ keçirtmək istəyirlər. Və müqayisəli üstünlüyü nə ola bilər digər universitetlərdən? Çünki universitetlər müxtəlif resurs kontekstlərində fəaliyyət göstərir. Yəni, bir universitetin digər universitetdən resurs təminatı fərqli, yəni maliyyə təminatı fərqli ola bilər və bu fərqləri nəzərə alaraq universitetlər bazarda hansı segmenti tutacaqlar, hansı sahədə ixtisaslaşacaqlar. Bəzi universitetlərin, Harvard Universitetinin ya Oxford Universitetinin illik büdcəsi milyardlarla hesablanırsa, Azərbaycan universitetlərinin şübhəsiz ki, belə bir imkanı olmadığını nəzərə alaraq, o imkanları çərçivəsində hansı sahədə ixtisaslaşdığını düşünməlidirlər. Yəni, resurs burada əsas determinantdır. Hansı sahədə ixtisaslaşdığının bir universitet şərti olaraq deyirəm, Bakı Dövlət Universiteti əgər maddi imkanı 15 ixtisası inkişaf elətdirmək, maliyyə təminatın həyata keçirmək, professor müəllim heyətini təmin etmək maddi imkanı varsa, ola bilsin ADA Universitetinin, Azərbaycan Universitetinin, hər hansı bir universitetin prioriteti budur ki, bütün sahələr üzrə deyil, 3 əsas prioritet sahəni seçib, o sahələrdə ixtisaslaşıb və o sahədə bazarda ən yaxşı universitet adını qazanmaqdır. Yəni ki, bizdə bu sahələr, bütün sahələr yoxdur, sadəcə 3 sahə, 4 sahə, 5 sahə var ki, amma lakin bu sahələrdə biz ölkədə mi, regionda mı 3, 5 ya 10 ən yaxşı universitetlər sırasına daxilik. Bu nöqteyi nəzərindən bugünkü gündə həqiqətən də, yəni intuitiv cavabım belə ola bilər ki, bu da çünki burada ciddi bazar araşdırması aparılmalıdır, ciddi intervyular aparılmalıdır, yəni elmi metodlara söykənən bazar araşdırması aparılmalıdır ki, hər universitet anlasın ki, ona hansı ixtisasların açılması lazımdır və o bazarda o segmenti tutmaq istəyir ya yox. Hətta IT sahəsində belə, əgər biz IT sahəni prioritet götürürüksə, biz universitet olaraq, Azərbaycan Universiteti olaraq onu özümüzdə, bizdə kompüter mühəndisliyi, kompüter elmləri ixtisası artıq bir neçə ildir fəaliyyət göstərir. Hətta bunun içində bazar araşdırması tərəfimizdən aparılan, yenə də deyirəm, çox səthi bazar araşdırması onu göstərir ki, bu sahələrin içində belə ixtisaslaşmaq lazımdır. Bu sahələrin, yəni geniş olan IT sahəsində də sən dar ixtisaslaşıb cyber təhlükəsizlik, kiber təhlükəsizlik şərti olaraq deyirəm. Yəni burada müxtəlif ola bilər. Bunların içində belə ixtisaslaşmaq lazımdır. Və bu səbəbdən də bəlkə də kənd təsərrüfatı sahəsində ola bilər, indi adada bu açılıb. Müxtəlif sahələr ola bilər, təhsilin idarə olunması sahəsi ola bilər.
Ya sahələr çoxdur, lakin buna yəni ki ümumi cavablandırmaq istəməzdim bu sualı. Hər universitetin hansı ixtisası açacağı özü üçün düşünməli, bazarda hansı segmenti tutacağını düşünməli və hansı məhsulu, hansı segment üçün buraxmağını düşünməlidir. Yəni burada fragmentar yanaşma lazımdır. Bir şey əlavə edeyim. Yəni ki, tamamilə doğru demək qeyd olundu. Yəni burada o qərarın, optimal qərarın qəbul olunması üçün sözsüz ki bir alqoritm vardır. Yəni biz dedik ki, iqtisadiyyatın tələbləri nə olacaq? Qeyri-neft sektorundan gəlirsə söhbət, sən onu müəyyənləşdirdikdən sonra onun içərisində universitet də onların tamamilə düzgün qeyd olundu. Yəni mən xahiş edirəm bunu düzgün başa düşün. Yəni hər bir universitet bütün sahələri əhatə eləməli deyil. Heç şübhəsiz. Və artıq onun içərisində universitet də daha çox ixtisaslaşa bilər. Mən bir John Hopkins Universitetinin təcrübəsi ilə təxminən bir neçə il bundan öncə belə tanış olduqda Amerika Birləşmiş Ştatlarının ilk tədqiqat universiteti kimi. Orada bir maraqlı bir təcrübə var idi ki, Amerikanın Birləşmiş Ştatlarının ilk quruculuq illərində onlar məhz Avropadan, xüsusən Fransadan, Almaniyadan təcrübəni öyrənərək dağ mədən sənayesi ilə bağlı və digər sənaye sahələrlə bağlı və onları necə tətbiq eləmək olar Amerikada və bunun əsasında da bir tədqiqat universiteti quruldu, John Hopkins Universiteti. Çox müzakirələr gedir. Elə bayaq biz danışdığımızda bazar araşdırmaları, təhlillər filanlar. Ümumiyyətlə bugün bildiyimə görə Azərbaycanda tədqiqat universiteti yoxdur. Bizə tədqiqat universiteti lazımdırmı? Tədqiqat universitetin həyata keçirməli olduğu ən vacib funksiyalardan biridir. Yəni təhsil dedikdə biz mövcud artıq kəşf olunmuş, formalaşmış, sistemləşdirilmiş biliklərin ötürülməsini nəzərdə tuturuqsa, müasir təhsil modelində, müasir dedikdə bu artıq uzun illərdir belə formalaşıb. Yəni o təkcə mövcud biliklər deyil, eyni zamanda yeni biliklər formalaşır. O yeni biliklərin də çatdırılması çox vacibdir. Və bunlar bir-birindən kənarda ola bilməz. Çünki müəyyən dövr keçdikcə, inkişaf getdikcə, dəyişdikcə mühit, yeni biliklər çıxır meydana. O tədqiqatlar o bilikləri, bu mümkün deyil. Yəni onsuz təhsilin keyfiyyətini təmin etmək olmaz. Yalnız doqmalaşmış köhnə təhsil biliklərin tədris olunması bu çeviklik vermir. Bu əksinə stagnasiya gətirir. Biz indi mövcud olan universitetlərin bazasında bunu qura bilərik, yoxsa yenidən başlamalıyıq? Mən hesab edirəm ki, həm mövcud, həm demək yeni ad universiteti kimi yeni başlayan universitetlərdə bu mütləq qurulmalıdır. Məsələn, Rusiyada Vışa Şkola Ekonomika var. Bu, belə deyək, spesifik bir tədqiqat universiteti kimi çox yaxşı bir funksiya daşıyır. Həm bunun elmi nəşrlərin dövriyyəsi, həm belə deyək, alimlərlə işin qurulması və o dediyiniz məqam... Burada da biraz diqqətli olmaq lazımdır Səməm. Çünki biz burada söhbət tədqiqat institutlarından getdikdə çox yanlış olar əgər biz bunu mütləq mənada qəbul etsək. Yəni mütləq mənada bugün sırf tədqiqat universiteti olan bir universitet yoxdur. Yəni var tədqiqat institutları. Yox, təbii. Amma universitetin təbiətin dominantlıq təşkil edən bir şey. Dominantlıq baxımından daha çox tədqiqat universiteti olması və yaxud tədris universiteti olması, bəli, burada variasiyalar var. Məsələn, çox tanınmış universitetlərin əgər biz diapazonuna baxsaq, elə universitet var ki, onlar tədqiqat universitetləridir. Elə universitetlər var ki, bunlar tədris universitetləri. Mən bunu nəyə görə də, həm də Fərid mənim də qoşulmasını istərdim söhbətə. Nəyə görə daha belə vacib hiss elədim və duydum? Çünki bizim universitetlərin camiəsində tədris ağırlığı o qədər üstünlük təşkil edir ki, tədqiqat məsələsi belə deyək də çox zaman unudulur. Bax, indi bizim müzakirə elədiyimiz mövzular ki var. Müxtəlif həm ixtisaslaşma ilə bağlı, həm bazarın təbiətinin öyrənilməsi ilə bağlı, həm digər humanitar mövqedən çıxış edərsək, digər məsələlərlə bağlı. Bax, bu cür araşdırmaların sanki bir sintetik bir həll yolları və gələcək üçün vizyon yolları tam görünə bilmir sanki. Yəni, məndən razısınız, yoxsa inkar da eləyə bilərsiniz, bilmirəm. Ya da bu funksiyanı kimsə üzərinə götürməli həm də. Mən tam razıyam ki, o fikirlə tam razıyam ki, elm və təhsil vəhdət təşkil etməlidir. Və bilik paylaşdıqda çoxalar. Bu da paylaşma da şübhəsiz ki, universitetlərdə ən çox baş verə biləcək bir haldır. Yəni, bilik universitetdə paylaşılır.
tələbəyə paylaşılır, tələbə də kimə? Yəni knowledge transfer deyilən bir şey universitetdə baş verir. Bu baxımdan elmlə bir daha qeyd edirəm, təhsilin vəhdəti çox vacibdir, əhəmiyyətlidir. Elmi tədqiqat universitetinin olması məsələsi şübhəsiz ki, yaranması məsələsi maliyyəyə bağlıdır. Kim onu maliyyələşdirəcək? Dövlətmi subsidiyalaşdıracaq, yoxsa digər xaricdə qərb universitetlərində olduğu kimi əlavə maliyyələşdirmə təsisatları var, maliyyə mənbələri var ki, elmi tədqiqatın keyfiyyətindən asılı olaraq həmin maliyyə təsisatlar həmin layihələri, elm layihələrin maliyyələşdirmək qərarını verə bilir. Yəni, bugünkü gündə bizdə elm fondu var, yəni bu istiqamətdə addım atılıb, lakin bu məsələnin sistematik həlli deyil. Yəni, yalnız elm fondu vasitəsilə biz bir ölkənin belə deyək, elmi tədqiqatını təşkil edə bilmərik. Burada yenə də industriya, bazarın tələbatı, çünki elm xatirinə elm dövrü getdi. İqtisadiyyatda fəaliyyət göstərən firmalar, təşkilatlar, hansı ki, müəyyən mənfəət məqsədi güdürlər, onların innovasiyaya ehtiyacı var. Michael Porter tanıyırsınız da, yəni ki, çox məşhur bir rəqabət sahəsində böyük tədqiqatda aparmış Harvard Business School'un professorudur. Onun demək ki, məşhur nəzərisi var, strategiya ilə bağlı. O deyir, dünya ictimaiyyəti, bəşəriyyət min illiklərlə o fəaliyyətin nəticəsində 21-ci əsrə gəlib çıxıb və ən vacib iki əsas strategiya fikirləşib. Yəni, ondan başqa strategiya növü yoxdur. Sən qalib gəlmək istəyirsənsə, bir şirkət olaraq bazarda mənfəətli olmaq istəyirsənsə, sənin iki yolun var. Bu iki strategiyadan birini seçə bilərsən və o istiqamətə gedə bilərsən. Ya sən mayə dəyəri aşağı olan ucuz məhsul istifadə etməlisən rəqiblərindən ki, rəqabət üstünlüyü qazanasan. Ya da sən rəqiblərindən daha fərqli, tamamilə fərqli, unikal bir məhsul gətirməlisən bazara və o məhsulun yeganə istehsalçısı olmalısan. O halda sən ona daha yüksək qiymət tətbiq edib bazarda gəlirlə bazar fəaliyyəti və yekunlaşdıra bilərsən. O ikincisi məhz innovasiya deməkdir. O innovasiyaya ehtiyac olmalıdır şirkətlər arasında. Və o innovasiya o halda ehtiyac ola bilər ki, ölkədə rəqabət, hər hansı bir iqtisadiyyatda rəqabət mühiti çox güclü inkişaf eləsin. Və yaxud o ölkənin bazarı kifayət qədər böyük olsun. Bugün Azərbaycan Respublikasında olan şirkətlər Azərbaycan iqtisadiyyatına daha çox yönəliblər. Daxili tələbə yönəliblər. Qeyd etdiyim ki, sərhədləri aşmaq məsələsi gündəmdə daxildir. Yəni ancaq Azərbaycan iqtisadiyyatının tələbini ödəmək məqsədini qarşıya qoymuş şirkət üçün innovasiya böyük bir tələbi yoxdur. Çünki Azərbaycan istehlakçısı o qədər də belə necə deyim, mürəkkəb bir istehlakçı deyil. Onun zövqləri sadədir. O sadə şeyləri görür və sadə şeyləri istehlak etmək. Amma ümumən gəlin etiraf edək ki, zaman dəyişir və zövqlər də dəyişir. Ona gəlirəm. Yəni sözsüz ki, zövqlər də dəyişir. Zövqlər də dəyişdikcə də yenə bu çox kiçik bir bazardır. Yəni Azərbaycan iqtisadiyyatı hansı ki, neftin hasilatı və ixracı hesabına çox sıçrayışlı bir iqtisadi artıma nail olub. Öz rifah səviyyəsini xeyli qaldırıb son 10 ildə, 12 ildə. Bugün o səviyyədə o neftin malik olduğu əlavə dəyər səviyyəsində əgər gəlir qazana bilmirsə, demək o rifah düşəcək aşağı. Bunu yalnız saxlaya biləcək ixracdır. Yəni daxili tələbin ödənilməsinə yönəlmiş bir şirkət o qədər gəlir əldə edə bilməz. O yalnız innovasiyalı bir məhsul istəməlidir. Onda burada yol keçir innovasiya sahibkarlığına, elə deyilmi? Əlbəttə. Yəni sözsüz ki, həm odur, həm də ki, xarici bazarlarda rəqabət apara bilmək qabiliyyəti. Necə düşünə bilərik ki, o daxili bazarın tələbatı ilə yanaşı, indi Azərbaycanın da yaxın qonşuları var və onun da çıxmaq imkanları çox böyük bazarlar var Azərbaycan ətrafında. Bunun üçün hansı reseptləri biz müəyyən edə bilərik, müəyyən dövr üçün ən azı ki? Bu sadəcə həmin o liberallaşmadan gedir söhbət. Burada iqtisadiyyatda aparılan struktur islahatlar, hansı ki, Nazirlər Kabinetinin son iclasında cənab prezident xüsusilə vurğuladı və mən hesab edirəm ki, artıq bu çox ciddi olaraq gündəlikdə olmalıdır və tamamilə doğru olaraq bu vurğulanır və bugün Azərbaycanın gələcəyini əgər biz haqqında danışırıqsa, ixrac yönümlü iqtisadiyyat modelini qurmadan, o istiqamətdə getmədən
Azərbaycan iqtisadiyyatında çox ciddi problemlər hökm sürməkdə davam edəcək və bu da öz təsirini təhsil sisteminə göstərəcək. Və önəmlisi odur ki, liberallaşma bütün sahələrdə davam etməlidir. Yəni yalnız biz iqtisadiyyatdan dedik ki, bu biznesin bəlli sahələrindən söhbət getmir. Liberallaşma eyni zamanda təhsildə də olmalıdır. Əgər təhsildə dinamiklik, təhsilin idarə edilməsində dinamiklik, liberallaşma olmasa, şübhəsiz ki, inkişaf templəri ilə, yəni digər sahələrdə liberallaşmanın həyata keçirilməsi təhsil geridə qalacaq, statik inkişaf olacaq təhsildə, yəni təhsil ayaqlaşmağı bacarmalıdır. Bunun üçün də mütləq paralel liberallaşmanı həyata keçirmək lazımdır. Paralel liberallaşma qaçılmazdır. Yadıma gəlir ki, Cənubi Koreyanın belə ali idarə etmə orqanının rəhbərinə müsahibə alarkən Seulda o bir maraqlı ifadə işlətdi. Dedi, o deyirdi ki, 50-60-cı illərdə Koreya çox belə kasıb, aqrar bir ölkə idi və çıxış yolu kimi biz təhsili seçdik və xaricə göndərilən tələbələr və sonra onların geri qayıdışı və nəticədə çox ciddi brendlərin yaranması. İndi siz göz önündə kifayət qədər bəlkə onlarla Koreya brendlərini saya bilərsiniz və indi Koreya bilirsiniz hansı yerdədir. Bəzən cəmiyyətdə belə bir sözlər, fikirlər səslənir ki, Azərbaycanın deyək, Harvardda, Oksfordda, Stanfordda, Caltechdə və digər top universitetlərində oxuyan gəncləri olarsa, yüzlərlə gəncləri olarsa, bu həm də bizim inkişafımız üçün gələcək yaxşı bir, stabil inkişafımız üçün yaxşı bir bünövrədir. İndi hər ikiniz dünyanın top universitetlərində oxumusunuz və bugün yüksək ali təhsil məsələlərində rəhbər vəzifələrdəsiniz. Sizin vizyonunuz nədir? Yəni, ali təhsil almış gənclər var və bu davam edir. Yaxşı bir proqram var. Və daha nələr lazımdır ki, biz həm də o səviyyəni qoruyub saxlaya bilək? Ölkədə olan savadlı, ixtisaslı, yüksək ixtisaslı gənclərin sayı artır. Bu çox önəmli və vacib faktordur. Amma hesab edirəm ki, o sadəcə o kəmiyyətin artması nəticəsində hansısa bir belə deyək də müəyyən bir nəzərə çarpan bir dəyişiklik baş verəcək bu ölkədə və bu yaxın bir zamanlarda baş verəcək. Mən bunu sadə lövhəcəsinə inanmıram. Amma yaxşı Bazı əlbəttə ki var, amma bu bazı kifayət deyil. Bu zəruri şərtdir, amma yetərli deyil. Məncə yetərli şərt odur ki, bu resurslardan düzgün, məqsədyönlü şəkildə istifadə olunsun. Və siz bugün yəni bizi dəvət eləmişsiniz studiyaya, çox sağ olun, çox təşəkkür edirik və Koreyanın nümunəsini çəkdiniz. ADO Universitetində İnformasiya Texnologiyaları və Mühəndislik Fakültəsinin yaradılması ilə əlaqədar bir uzun müddət bir araşdırma apardıq. Şəxsən mən özüm Koreyanın ən qabaqcıl bu sahədə universiteti olan demək qabaqcıl demək elm və tədqiqat İnstitutu KAIST deyilir, Daejeon vilayətində yerləşir. Orada o universitetlə mən çox yaxından tanış oldum, çox böyük araşdırmalarımız oldu. Hətta demək ki, Asiyanın MIT-si hesab olunur KAIST. Biz o universitetlə uzun demək danışıqlardan sonra bir əməkdaşlıq qurduq və onların texniki yardımından istifadə etdik. Və onların tarixi ilə maraqlandım və məlum oldu ki, çox maraqlı bir situasiya baş verir. Yəni Koreya çox da inkişaf etmədiyi bir vaxtlarda demək ki, dövlət başçısı KAIST-i formalaşdırdı. Bir tədqiqat institutu kimi formalaşdırdı. Yalnız tədqiqatlar aparılan bir institut kimi formalaşdırdı və sonradan MIT-nin əvvəl rəhbəri olmuş uzun illər ərzində şəxsi dəvət elədi ki, biz bunun bazasında bunu xüsusi bir, elə bir fərqli bir rejim tətbiq edəcəyik buna. Yəni KAIST digər universitetlər kimi olmayacaq, onun xüsusi rejimi olacaq və hamını, bütün universitetləri belə deyək də, bütün front üzrə inkişaf etdirməklə yanaşı, bu pilotun olması çox vacibdir. Çünki o özü də bir institutlaşma gətirir. Orada istifadə olunan proseslər, orada tətbiq olunan demək yeniliklər, innovasiyalar digərləri üçün burada həm də söhbət təhsilin idarə olunması innovasiyalarından gedir. Təhsil müəssisəsini necə idarə etmək olar? Orada hansı həm tədqiqat tərəfini, həm onun inzibati tərəfini və bura bir xüsusi bir rejim kimi baxdılar. Onun analogiyası olaraq bax təsəvvür edin, Azərbaycan Respublikasında ümummilli liderimiz, bizim ulu öndərimiz o vaxtı uzaq görənliklə neft sektorunda olan o potensialı, Azərbaycan xalqının, Azərbaycanın müstəqilinin yeganə bəlkə də
təminatçısı kimi o vaxt gördüyü üçün o hasilatın pay bölgüsü, yəni əsli müqaviləsini imzaladı neft sektorunda. Çünki ora xarici investisiyalar yalnız o şərtlə gələ bilərdilər. O tanınmış xarici investisiyalar öz know-howları ilə o sektora gətirib, o investisiyaları qoyub, o sektoru tamamilə ayaq üstə qaldırıb və onun indi biz neçə il ondan sonra onun bəhrəsindən istifadə edirik. Təsəvvürün bugün Azərbaycan elə bir vəziyyətə gəlib çatıb ki, mən hesab edirəm və bunu tam məsuliyyətimlə bəyan edirəm. Azərbaycanda təhsil sektoru elə bir rejimə düşməlidir. Bu gün ölkə üçün ən vacib, ən önəmli sektor təhsil sektorudur. Və hesab edirəm ki, burada ali təhsilin özünə məxsus yeri var, çox vacib bir. Çünki real iqtisadiyyatla demək təhsil arasında ən belə deyək də ön cəbhədə olan məhz ali təhsildir. Ölkə rəhbərinin məlum sərəncamı əsasında xaricdə təhsil almış şəxslərin bir araya gətirilməsi nöqteyi nəzərindən cəmiyyətdə dialoqun yaranması çox vacibdir. Təhsil sahəsində dialoqun yaranması çox vacibdir. Universitet rəhbərləri arasında dialoqun yaranması çox vacibdir ki, biz problemlərin nədən ibarət olduğu, makro səviyyədə problemlərin nədən ibarət olduğunu anlayaq. Mikro səviyyədə anlayırıq zaten, hər öz universitetimizin problemini anlayırıq. Makro səviyyədə bu problemlərin nədən ibarət olduğunu anlayaq. Bizim hər birimizin fərd olaraq hansısa təcrübələrimizin olması, qərbdə təhsilimiz, bu əhəmiyyətlidir, bəli. Lakin burada analogiyanı mən bir komandada ayrı-ayrı yaxşı futbolçuların olması, lakin komanda olaraq çalışa bilməməsi misal olaraq, bəli. Komanda ruhu, ruhdan başqa komandanı komanda olaraq çalışdıracaq bir sistemin olması, qaydaların olması, hansı ki komanda olaraq kimin dəqiq, konkret funksiyası nədən ibarət olacağını müəyyən edən bir sistemin olması çox vacibdir. Sizə təşəkkür edirəm. Biz Hörmətli sizə təşəkkür həmkarlar, ederiz. Çox mən sağ olun. düşünürəm ki, biz bugün çox maraqlı düşüncələri bölüşə bildik və düşünürəm ki, biz bu cür dialoqları Fəz mən söylədiyi kimi davam elətdirəcəyik. Hörmətli televiziya tamaşaçılar, biz bugün gələcək vizyonla bağlı məqamları bölüşə bildik və düşünürəm ki, kifayət qədər maraq doğuracaq məsələlər burada öz əksini tapdır və bir məqam vardır ki, biz təkcə etdiklərimizi deyil, həm də etmədiklərimizə görə məsul olmalıyıq. Çox sağ olun, növbəti efir vaxtdan sağ olun.